Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonlarından, ziyalı rayonlardan biri olan Cəlilabad rayonuna. Bəli, Cəlilabad rayonu hər zaman görkəmli şəxsiyyətlərlə, ziyalılarla ölkədə sevilir, seçilibdir. Amma Cəlilabad rayonu bu günün ən uzqar kəndlərindən birindəyik. Yəni Şatırı kəndində rayon məsafəsindən neçə kilometr uzaqlıqdadır? 51. 51 kilometr rayon məsafəsindən uzaqlıqdadır və o cümlədən də hörmətli izləyicilərimiz elə bir qarlı şəraitə gəlmiş ki, bu gün 2025-ci il mart ayının birində bir çoxlu sayda şagirdlərdən sorğular apardıq, müəllimlərdən sorğular apardıq. Təqaüddə olan müəllimlər və o cümlədən qabaqcıl və nümunə müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Bir daha xoş gördük müəllim. Adınız, soyadınız? Xoş gününüz olsun. Məzidov Zülfi İbrahimoğlu. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışırsınız? Hüseyin müəllim, 49 il çalışmışam. Bəli. İndi arada təqaüddəsiniz. Hazırda təqaüd. Neçənci təqaüdə çıxmısınız? 2016-cı ildə. 2016. Amma hörmətli izləyicilərimiz, 2016-cı ildə təqaüdə çıxmağına baxmayaraq, müəllim elə bir ki, 62-63 yaşı var və Allah təala müəllimə uzun ömür versin, can sağlığı versin. Biz müəllim haqqında çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular aparmışıq. Hər kəs müəllim haqqında gözəl söz deyibdir. Hansı fənn tədris edirsiniz? Dil ədəbiyyat. Azərbaycan dil ədəbiyyat fənnindən yüksək balla, uşaqların ən yüksək balla ali məktəbə qəbul olması üçün, o cümlədən də Azərbaycan dil ədəbiyyat fənnində mükəmməl şəkildə müəllimləşməsi üçün müəllim əlindən gələni edə müəllimlərdən biridir. Ona görə mənim öz adımdan dərin təşəkkür edirəm. Bu zonada yaşayan şagirdlərdən, valideynlərdən müraciət edirəm ki, əgər övladlarınızın bu dəqiqədə Azərbaycan dilinə mükəmməl şəkildə mənimsəməni istəyirsə, bizim yenə də müəllimə müraciət edə bilərlər. O cümlədən də ən yüksək ballan ali məktəbə qəbul olmaq istəyirsə, yenə bizim ən qazanan müəllimlərdən 49 il həyatını təhsilə fəda verilmiş müəllimə müraciət edə bilərlər. Və müəllim sizə ancaq can sağlığı arzu edir və ondan əlavə də bildiyimizə görə müəllimin kitabları istəyirəm öz məlumat verəsiniz. Kitab haqqında təbrik edirəm. Bəli. Sağ olun, Hüseyin müəllim. Bu mənim düzdür, çapdan çıxmış yeganə kitabımdır. 2015-ci ildə çapdan çıxdı. Amma əl yazmalarım təvazökarlıqdan uzaq olsa da deyim, əl yazmalarım çoxdur. Bunlar məsələn çapa gedərsə bir 3 dənə, 4 dənə ən azı belə kitab çıxa bilər. Və yəqin ki, otağa girərkən siz gördünüz zaman məşğul idim. Və bir ədəbi birlik var, Cəlilabad Ədəbi Birliyi 5 aya qədər belə onu təşkil ediblər. Oradan zəng olmuşdular. Mən elə o yoldaşlarla əlaqə saxlayırdım. Dedi, ona görə üzrlü hesab edəsiniz. Sizin olduğunuzda da biraz gec çıxdım. Onlarla təmasdaydım. İndi də az çox belə bədii yaradıcılıqla məşğulam. Təbii mən özümü şair hesab etmirəm. Amma həvəskaram, ən azı hisslərimi, duyğularımı yazılara köçürürəm. Baş vermiş tarixi hadisələri bura. Çox gözəl. Biz sizin haqqında geniş şəkildə bilgiyə sahibik. Həm kənddə gözəl ağsaqqalsınız, həm gözəl ziyalısınız Cəlilabad rayonunda. Həm də ki, gözəl valideyn, gözəl ata, gözəl babasınız. Və sizə öz adınızdan sağ ol deyirik. Çağdaş Təhsil komandası olaraq hörmətli izləyicilərimiz, biz də buna görə müəllimin gözəl işləri işlədiyimizə görə müəllimdən Çağdaş Təhsil jurnalı müəllim haqqında gözəl məqalə verəcəyik və birbaşa televiziyada, xəbərlərdə və sosial şəbəkələrdə müəllim haqqında məqaləni işıqlandıracağıq. Sizə uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, inşallah nəvələriniz üçün gələk gözəl çəkiliş edək müəllim inşallah. Çox sağ olun. Təbrik edirəm. Və istəyirəm sonda bizə və öz şagirdlərinizə, tələbələrinizə özə söz deyəsiniz. Mən hər şeydən əvvəl onu deyim. Bax, belə bu qarlı, sazaqlı, tufanlı gündə əslində paytaxtımızdan bir 230-220 kilometr uzaqda yerləşən Cəlilabad rayonuna, Cəlilabad rayonunun da ən ucqar kəndinə, Şatırlı kəndinə belə bir havada gəlib sizinlə görüşməyiniz, çəkiliş eləməyiniz bizi ürəkdən sevindirir. O mənada sevindirmir, sözün həqiqi mənasında. Mən çox üzr istəyirəm, duyğusal adamım. O mənada sevindirmir. Siz gəlib burada Şatırlıda, ucqar bir yerdə bir kənd müəllimini tapmışsınız və xüsusən məni tanımışsınız, ondan sonra haqqında nəsə yazmaq istəyirsiniz, çəkmək istəyirsiniz, yox. Mən hər şeydən əvvəl sizlərdəki böyük duyğunu, sizdəki böyük ürəyi, xalqımız üçün, millətimiz üçün, dövlətçiliyimiz üçün yanarlığınızı hiss edirəm, duyuram, verdiyiniz dəyəri duyuram. Ona görə biraz da duyğusal oluram. Sizə çox-çox təşəkkür edirəm. Həmişə
kameranız da yaxşı işləsin. Təşəkkürlər. Öz zehniniz, düşüncəniz Sağ olun. daha gözəl işləsin. Millətimiz üçün, dövlətimiz üçün, dövlətçiliyimiz üçün Minnətdarım. xeyli işlər biz bilirik, görürsünüz və bundan sonra da işlərinizdə uğurlar arzulayırıq. Təşəkkürlər. Sağ Qaldı olun. şagirdlərimə deyirsiniz, şagirdlərə və yaxud ümumiyyətcə bizi dinləyən kəslərə, indi qismət olsun dinləyəcəklər. Zamanında böyük ictimai xadim, maarifpərvər insan, ümumiyyətlə təhsilə çox önəm verənlər oldular. Mən bunu həmişə məktəbdə işləyərkən məktəbin səhvini öyrənsə indi də qalır. Ən görüntülü bir yerində böyük maarifçi, böyük dövlət xadimi Nəriman Nərimanoğlu bu sözünü böyük şriftlərlə yazmışam. Məktəb bizi nadanlıqdan ancaq o xilas edə bilər. Mənim bizim bugünkü çəkilişimizi sonlandıraq. İnşallah növbəti çəkilişdə sunmalı gətirəndə verərik. Bilirik sizlərlə danışmaq bizə çox xoşdur. Saatlarla danışa bilərəm çünki bədii yaradıcılığa çox böyük həvəsli və o cümlədən də iş görən insansınız. İnşallah gələcəkdə çəkilişlərimizdə sunmalı gətirəndə gözəl çəkiliş edərik. Sizə uzadığınızdan dərin təşəkkür bildirirəm. Gələn çəkilişlərimizin nəvələrinizlə, övladlarınızla bir yerdə edək. Təşəkkürlər, minnətdarım. Sağ olun. Sağ olun, sağ olun. Çox sağ olun. Sağ olun.